Salam əziz şagirdlər. Bu dərsimizin mövzusu məməlilərin çoxalması, davranışı və onların həyatında mövsümi dəyişkənliklərdir. Bu mövzumuzda məməlilərin cinsiyyət sistemi və çoxalması, məməlilərin həyatında fəsil dəyişmələri hadisəsindən danışacağıq. Cinsiyyət sistemi və çoxalması. Məməlilər ayrı cinsiyyətli heyvanlardır. Plasentalı məməlilərdə erkəklərin cinsiyyət sistemi bir cüt toxumluq, bir cüt toxum borusu və cütləşmə orqanından ibarətdir. Dişi fərdin cinsiyyət sistemi isə bir cüt yumurtalıq, bir cüt yumurta borusu və balalıqdan ibarətdir. Məməlilər daxili mayalanmaya malikdir. Rüşeyin sonrakı inkişafı balalıqda gedir. Balalıqda plasenta adlanan və qan damarları ilə zəngin olan orqan yaranır. Plasenta vasitəsilə ana orqanizmindən qida maddələri göbək ciyəsi vasitəsilə dölə daxil olur. Bala doğulduqdan sonra dişi fərdlər öz balalarını süd ilə bəsləyirlər. Məməlilərin bəzilərində, məsələn yumurta qoyan məməlilərdə, ördək burunlarda və yexidnalarda plasenta olmur. Onlarda balanın inkişafı yumurta daxilində gedir. Kenguru və opossum kimi kisəli məməlilər isə tam formalaşmamış bala doğurlar ki, bunlarda da rüşeyin sonrakı inkişafı dişi fərdin qarnında yerləşən kisənin içərisində gedir və burada bala süd ilə bəslənir. Bətindaxili inkişaf zamanı balaların sayı bədənin ölçüsündən asılıdır. Belə ki, dovşan kimilərdə, gəmiricilərdə boğazlıq dövrü qısa olub, doğulan balaların sayı çox olur. Lakin iri məməlilərdə, məsələn fildə, boğazlıq dövrü uzun, doğulan balaların sayı isə az olur. Məməlilərin həyatında fəsil dəyişmələri hadisəsi. Məməlilərin həyat fəaliyyəti ilin fəsillərindən asılı olaraq mövsümü dəyişir. Bu hadisələrə bala doğma, miqrasiya, qışa hazırlıq, qış yuxusu aiddir. Bala doğma. Bu, bir çox məməlilər üçün əsasən yaz və yay dövrünə təsadüf edir. Belə ki, gəmiricilər üçün bu dövr yaz, dırnaqlı heyvanlar üçün isə payız fəslinə təsadüf edir. Qışa hazırlıq. Payızda məməlilərdə qışa hazırlıq dövrü başlanır. Onlar çoxlu qidalanaraq kökəlir və tüklərini dəyişirlər. Qışa hazırlıq dövründə tük örtüyü sıxlaşır və dəri altında qalın piy qatı toplanır. Bəzi məməlilərdə isə ətraf mühitə uyğunlaşmaq üçün tükün rəngi də dəyişir. Miqrasiya. Qışa hazırlıq adətən miqrasiya ilə də müşayiət olunur. Belə ki, ot yeyən heyvanlardan sığınlar, cüyürlər, qabanlar yayda otla zəngin olan dağ çəmənliklərinə, qışda isə dağdan qar örtüyü az olan düzənliklərə enirlər. Yem ehtiyatı toplama. Bəzi məməlilər qışa hazırlıq dövründə qış üçün yem ehtiyatı toplayırlar. Lakin qış yuxusuna gedən və miqrasiya edən heyvanlarda adətən bu baş vermir. Qış yuxusu. Yemin kəskin sürətdə azalması və şəraitin pisləşməsi ilə əlaqədar porsuqlar, ayılar, kirpilər qış yuxusuna gedirlər. Yayda rütubət çatışmazlığı ilə əlaqədar isə bəzi gəmiricilər yay yuxusuna gedirlər. Məməlilərin həyatında baş verən mövsümi hadisələr əsasən çoxalma, bəzən isə yemi miqdarı ilə əlaqədar olub uyğunlaşma xarakteri daşıyır. Əziz şagirdlər, diqqətiniz üçün təşəkkür edirəm.